Evli bir adam İşa namazını kıldıktan sonra arvadının yanına gelip görür ki uşaqları yatıb. Arvadından soruşur ki, arvad, uşaqlar namazı kılıb yatıblar. Qadın cavab verir ki, and olsun Allaha ki, evdə heç bir yiyəcək yoxdur. Mən onların başını elə qarışdırıb məşğul olmuşam ki, onları elə məşğul eləmişəm ki, onlar acılıqların bilməsinlər və beləliklə onları yuxuya verdim. Ona görə onlar namazlarını qılmayıblar. Kişi arvadına deyir ki, onları oyandır, qoy namazlarını qılsınlar. Qadın deyir ki, əfəndim, mən onları oyandırsam, onlar aclıqdan ağlamağa başlayacaqlar. Mənim onlara verəcək heç bir yiyəcəyim yoxdur. Kişi arvada dedi ki, onların namaz qılmalarını Allah əmr etdi. Mən onlara yiyəcək vermək mənim boynuma deyil. Yiyəcək vermək Allahın borcudur. Nemətləri verən Allahdır. Allah mənə əmr etdi ki, ged uşaqlarına, ailənə namazını qıldır və özün də səbirlə gözləginən. Hər kəsən nemətlərin, yiyəcəyin verən mənəm. Və bundan sonra arvad nəyilac qalıb uşaqları oyandırdı və namazlarını qılmağa başladılar. Namazları qılıb qutarandan sonra qapı döyüldü. Qapını açan kişi gördü ki, zəngin bir adam əlində gözəl ətirli yiyəcəklərlə bir zəmbil yeməklə bir kişi içəri daxil oldu. Və yeməkləri bu ev yiyəsinə uzadıb dedi ki, al bu yeməkləri ver ailənə. Kişi buna təəccüblənib dedi ki, bu nə münasibətləndir? Dedi ki, şəhərə gələn qonaqlardan biri mənim evimə təşrif buyurmuşdu. Mən bu yiyəcəkləri onun üçün hazırlatdırmışdım. Amma yeməkdən əvvəl onunla tartışdıq və o da yeməyəcəyinə mənə əmin etdi və çıxıb getdi. Mən də Allaha söz verdim ki, bu yeyəcəkləri mənim ayağım hara aparırsa, həmin bu yeməkləri o evə verəcəm. Ona görə də mənim ayaqlarım gətirdiyi ilk ev bu evdir. And olsun Allaha ki, mənim bu evə necə gəlib çıxacağımdan xəbərim yoxdur. Ona görə sən al bu yeməkləri ver ailən yesin. Və bundan sonra ev sahibi bu yiyəcəkləri aldı və əlini qaldırdı Allahın dərgahına ki, ey gözəl uca Tanrım, sən özün bizi, ailəmi və nəslimi dürüst namaz qılanlardan eyləginən, bizi öz yolundan çəkindirməginən və bizim dualarımızı həmişə qəbul etginən. Ona görə də Allah Teala da bizi öz imanlı insanlarından hesab etsin və dürüst yolumuzdan çəkinməyə qoymasın. Çünki bütün nemətləri verən də Allahımızdır, alan da Allahımızdır. Allah bizi heç vaxtı acılıqla imtihana çəkməsin. Diqqətinizə görə çox sağ olun.